Muradov Vüqar Firuz Sabirabad rayonunun Qəzli kəndi. Bir xanımla tanış oldum. Yəni tanışlığımız necə oldu? Yəni TikTokda belə bir proqram vardı. Hərə bir proqram açmışdı, evlilik proqramını. Mən orada çıxıb özüm haqqında məlumat verəndən sonra baxdım ki, kimsə mənə takib atdı. Yəni takibə qarşılıq verdim. Yazdı ki, xanımam, Vüqar, sənin danışıqlarını mən dinlədim. Yəni mən də ailəli olub ayrılmışam, 2 evladım var. Mən də belə bir fikirdəyəm ki, mən ailə quram. Bizim tanışlığımız belə başladı. Yəni mütəmadi olaraq danışırdıq, görüşürdük, yazışırdıq. Yəni bir müddət keçdi, xanımla görüşməli olduq. Xanım dedi ki, mənə Xırdalanda evim var, gedib yaşayarıq orada. Yəni şəxsi öz evimdir, 2 mərtəbəli, 5 otaqlı 2 mərtəbəli evim var orada. Dedim, olsun, mənə sənin evin də lazımdır. Sən, yəni əgər həqiqətən də bu istək, yəni sevgi belə ürəkdən gəlirsə, yəni mən də razıyım. Gəldi bura Xırdalana. Gəldi Xırdalana, elə oldu ki, 2 gün burada qalmalı oldu. Yəni burada 1-2 gün qalan ərəfələrdə dedi ki, evimdə çarpayı yoxdur, uşaqlarımın çarpayları yoxdur. Gedək mənə uşaqlarıma çarpayı al. Gedək kreditə çarpayı götür. Dedim, baş üstə. Yəni getdim Xırdalan şəhərində, sənəd də cibimdədir, hardan götürülüb. Getdik Xırdalan şəhərində, yəni girdim kreditə 2 dənə çarpayı, yəni çatdırılma da onun içində gətirdilər, çarpayını ustalar qurdular bunun evinə. Sonra dedi ki, pərdələr yoxdur. Getdi yenə Xırdalanda orada pərdə tül mağazinlər var. Getdim oradan 600 manata yaxın idi, səhv eləmirəmsə. Oradan nağd puluma pərdələr aldım, getdim qoydum evinə. Nə bilmə siment aldım, şebel aldım. O pərdəni asmağa karniz aldım. Əslən siyəzənlidir. Bu dedi ki, 2 gün burada bir yerdə yaşayandan sonra dedi ki, mən gedirəm siyəzənə, gedim mən verimi yığım, avadanlıqlarımı yığım. Hər şey qaydasına salım, danışarıq, bitişərik, gələrsən, məni götürərsən, gedərik Xırdalan, sən də veri yığıb gətirərsən, bir yerdə yaşayarıq. Dedim, olsun. Günün bir günü, hardasa bir aydan çoxdur, 2 ay yaxındır bəlkə də belə, təqribən mən yaşadığım yerdə Sabirabad rayonu Qəzli kəndində qonşu toy edirdi, məni dəvət eləmişdi. Mən bu xanıma zəng elədim ki, xanım, məni toya dəvət eləyib qonşu, gəlim səni götürüm, gələk bura toya. Bu ərəfələrdə də xanım orada siyəzəndə pekarında işləyirdi. Razılaşdıq, getdim bunun üstündə paltar da götürdüm. Paltar götürəndən sonra bu dedi ki, onda gedim evə, girim evə, yəni evlərini tanıyırdım da. Girim evə 1-2 əşya da mən özümü götürüm. Yay ayında, məsələn, isti havalar indi paltar dəyişmə görə, yəni ehtiyac durur. Dedim, problem. Gözlədim qapıların ağzında, bu girdi içəri, yəni paltarı yadım dəyişdi. Yəni təbii ki, iş paltarında çıxmış da işdən, pekarından. Qoşulduq, getdik. Yəni Sabirabad rayonu Qəzli kəndinə. Getdik toya, nəsə toydan sonra da elə oldu ki, yəni biz mənim evimdə qalası oldu.